Çox insan pulu gələcəkdə qazanacağını düşünür, amma o gələcək nədənsə heç vaxt bugünə çevrilmir. İndi sizə pulun zaman qavrayışı ilə əlaqəsindən bəhs edəcəm. Harvard Universitetinin psixoloqu Daniel Sekterin rəhbərliyi ilə 2007-ci ildə aparılmış bir tədqiqat sübut etdi ki, insan keçmişi xatırlayanda və ya gələcəyi xəyal edəndə beyində eyni neyron yolları aktivləşir. Bu onu göstərir ki, şuuraltı zaman fərqi qoymur, o sadəcə emosiyanı yaşayır. Keçmişdə olmuşu da, gələcəkdə olacağı da zehniniz indiyə daşıyır və indiymiş kimi yaşayır. Keçmiş yaddaşın psixoloji kölgəsi, gələcək təxəyyülün ehtimalı, indi isə şuurun yaşaya bildiyi yeganə reallıqdır. Həyat yalnız indidədir, insan yalnız indidə mövcuddur və insan hansı duyğunu və inancı indi yaşadırsa, həyat ona uyğun reallıq təqdim edir. Keçmiş artıq yoxdur, gələcək hələ yoxdur və insan daim bu iki olmayanın arasında gedib gələrək indiki mövcudluğu unudur. Pul şuurun maddiləşmiş təzahürüdür və biz pul vasitəsilə həyatla münasibətimizi ifadə edirik. Kimin üçünsə pul azadlıqdır, kimin üçünsə güvən, kimin üçünsə güc və ya dəyər ölçüsüdür. Amma hər halında pulun özü deyil, insanın ona verdiyi mənalar həyatı formalaşdırır. Əksər insanlar illərdir gələcək həyatları ilə bağlı özlərinə təlqinlər edirlər. Bir gün çoxlu pulum olacaq, gələcəkdə rahat yaşayacaq. Bu fikirlər gələcəyi proyeksiya etməkdir, amma şuuraltı bunu indinin yoxluğu kimi anlayır. İndi yoxdur və mən bu yoxluğu qorumalıyam. Şuuraltı səni həyatda saxlamaq üçün sabitliyi qorumaq istəyir. Pulun var, bolluq içindəyəm demək mövcudluq halıdır, lakin bu da kifayət deyil. Gərək bədənində bolluğun duyğusunu da hiss edəsən. Çünki şuuraltı gerçəkliyi hisslərə uyğun inşa edir. Şuuraltı sözləri eşitmir, hissləri tanıyır və sənin üçün reallığı o hissin diapazonunda yaradır. O sadəcə təkrarlanan duyğunu qəbul edir və o duyğunu həqiqətə çevirir. Gələcəkdə varlanacam cümləsi əslində bir təxirə salma proqramıdır. Sən bolluğu sabaha ötürürsən və sabah yenə gələcəkdə deyirsən. Bunun sonu yoxdur, zaman uzanır, fürsətlər gecikir, həyat gözləməz halına çevrilir. Şuuraltı yalnız bir qapı tanıyır, indi. Gələcək bir ümiddir, amma yaradıcı güc yalnız bu anın içində gizlidir. Pul bugünün duyğusuyla yaranır, ona görə də sən bugün bədənini bolluq hissinə öyrəşdirməlisən. Sabah bugünün nəticəsidir və sən gələcəyin toxumlarını bugün hisslərinlə əkirsən. Sən necə düşünürsənsə zaman da elə axır. Sən içində hansı duyğuları yaşadırsansa həyat da ona uyğunlaşır. Pul, zaman və şuur üçlüyü bir orkestr kimidir. Pul nəticədir, zaman səhnədir, şuur isə bəstəkar. Əgər melodiyanı düzgün yazsan həyatın ritmi dəyişəcək. Zənginlik sabahki arzuda deyil, bugünkü duyğudadır. Zənginlik və bolluq zamanın gələcəyində doğulmur, şuurun indisində mövcud olur. Maliyyə reallığını yenidən yaratmaq istəyirsənsə, NAT-dan faydalanmaq əla seçimdir. 31 martda başlayacaq NAT koçları kampaniyası dəyişim alətləri ilə xidmətindədir. 3 ay müddətində peşəkar koç olaraq formalaşacaq və əlavə olaraq 3 möhtəşəm workshopda iştirak haqqını bonus olaraq qazanacaqsan. Pul və şuuraltı, karyerada uğur, effektiv ünsiyyət və manipulyasiya adlı workshoplarda NAT texnikaları ilə şuuraltının dərinliyinə enəcək və gözəl dəyişim yaşayacaqsan. Düşüncələr informasiyadır, amma reallığı yaradan hisslərdir. Şuuraltı zehin pulun dəyərini anlamır, o sadəcə sənin hiss etdiklərini çoxaldır. Fikirləriniz çox maraqlıdır.